Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 15 mart 2026-cı il tarixində Respublika Fən müsabiqəsində istifadə olunan sualların cavablarını izah edəcəm. Deməli, birinci sual. Verilən vəziyyətləri nəzərə alaraq cücərmə zamanı baş verən hadisələr haqqında aşağıdakı ifadələrdən hansını demək olar? Verilən şəraitə baxırıq. Bir deməli, sınaq şüşəsi işıqlı mühitə, digəri qaranlıq mühitə qoyulmuşdur və hər bir sınaq şüşəsinin içərisində eyni temperatur var və yaş pambıq var. Toxumun cücərməsi üçün vacib olan şərtləri nəzərə alsaq, demişik ki, toxum cücərməsi üçün hava, temperatur, rütubət və sağlam rüşeym lazımdır. Yəni, toxumun cücərməsi üçün bu sınaq şüşələrinin işıqlı və yaxud da qaranlıq mühitə yerləşdirilməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, bu 4 vacib şərt yerinə yetirilsin. İndi deyir, verilən vəziyyətləri nəzərə alaraq cücərmə zamanı baş verən hadisələr haqqında aşağıdakı fikirlərdən hansını demək olar? Cücərmə üçün su, oksigen, temperatur və işıq lazımdır. Biz işıq amili vacib amildir deməmişik. Biz demişik ki, cücərmə üçün vacib olan amillər temperatur, rütubət, hava və sağlam rüşeymdir. Ona görə də işıq doğru deyil. Cücərmə zamanı fotosintez baş verir. Fotosintez deməli yaşıl olan hüceyrələrdə baş verir. Fotosintez cücərmə zamanı baş vermir. Fotosintez cücərmədən əmələ gələn əsl yarpaqların üzərində baş verir. Ona görə də B variantı da doğru deyil. Toxumlar işıqlı mühitdə daha sürətli cücərir. Toxumun cücərməsi üçün işığın heç bir rolu yoxdur. Cücərmə üçün işıq tələb olunmur. Bəli, cücərmə üçün işıq tələb olunmur. Birinci sualın cavabı D variantı. 2. Quruluş və inkişaf xüsusiyyətinə uyğun olaraq hansı meyvə digərlərindən fərqlənir? Burada biz baxırıq ki, bütün meyvələr mürəkkəb meyvə, yəni A, B, C bəndlərində göstərilən meyvələr mürəkkəb meyvələrdir. Amma günəbaxanın meyvəsi, yəni toxumça meyvə, sadə meyvədir. Ona görə də digər meyvələrdən fərqli olan elə günəbaxandır. 3. Araşdırma zamanı hermafrodit çiçəyin birinci vəziyyət dişi reproduktiv orqanları çıxarılır. İkinci vəziyyət. Yəni, bu əslində eyni bir bitkidir. Birinci vəziyyətdə görürük ki, bu hermafrodit bir çiçəkdir. Hermafrodit nədir? İçərisində hər iki cinsi hüceyrə olan çiçək hermafrodit çiçəkdir. Erkəkcik də var burada, dişicik də var. Və deyirlər ki, bu çiçəyin içərisindən dişiciyi çıxarıblar. Yerdə nə qalıb? Erkəkcik. Bu bitkinin yaşaması üçün lazım olan ekoloji şərait təmin edilib. Aşağıdakı quruluşlardan hansı əmələ gəlməz? Biz bilirik ki, dişiciyin yumurtalığından meyvə, yumurtacığından toxum əmələ gəlir. Əgər çiçəyin içərisindəki dişicik çıxarılıbsa, bu zaman meyvə, toxum əmələ gəlməz. Erkəkcik qaldığına görə tozcuq əmələ gələcəkdir. Ona görə də doğru cavab A variantıdır. 4-cü sual. Şəkildə suda yaşayan Vallisneria bitkisinin erkək və dişi çiçəkləri təsvir olunmuşdur. Erkək bitkinin çiçəkləri suyun altında inkişaf edir. Harada inkişaf edir? Erkək bitkinin çiçəkləri suyun altında inkişaf edir. Şəkildə göstərir. Çiçəyin ləçəkləri bir-birinin üzərinə bağlanaraq tozcuqları sudan qoruyur. Yəni qoymur tozcuqlar suya təmas etsin. Çiçək gövdədən ayrılıb suyun səthinə qalxdıqda ləçəklər açılır. Dişi bitkinin çiçəkləri isə suyun səthində yerləşir. Dişi bitkinin çiçəkləri suyun səthində yerləşir. Dişi çiçəyin ləçəkləri su səthində kiçik çökəklik yaradır. Bu quruluş erkək çiçəyinin yaxınlaşmasını asanlaşdırır və tozcuğun dişi çiçəyin çoxalma orqanına çatmasına şərait yaradır. Bundan əlavə, bitkidən ayrılan yarpaqlardan da yeni Vallisneria bitkisi inkişaf edir. Suala baxaq. Verilən məlumata əsasən bu bitki haqqında aşağıdakı ifadələrdən hansı yanlışdır? Tozcuq suyun altında əmələ gəldiyinə görə mayalanma və ziqotun əmələ gəlməsi də suyun altında baş verir. Xeyr, mayalanma, ziqotun əmələ gəlməsi suyun altında baş vermir. Niyə? Çünki dedik axı, həmin bu erkəkciyin tozcuğu çiçəyin deməli bitkinin çiçəkləri elə qurulub ki, o tozcuq suyla təmas etmir.
Yəni çiçəyin ləçəkləri bir-birinin üzərinə bağlanaraq tozcuğu sudan qorumuşdu. Nə vaxt ki suyun səthinə qalxmışdı, onda ləçəklər açılmışdı. Daha sonra o gəlib dişi çiçəyin içərisinə daxil olduqdan sonra artıq tozlamadan sonra mayalanma getmişdi. Yəni suda getməmişdir. Elə doğru variant A-dır bizdən səhv fikri soruşduğuna görə. 5-ci sual, faktiki ölçüsü 0-dan 1000-də 15 mm olan qırmızı qan hüceyrəsinin böyüdülmüş ölçüsü 30 mm-dir. Böyütmə dərəcəsini hesablayın. Biz də bilirik ki, faktiki ölçü bərabər olur, şəkil ölçüsü bölünsün böyütmə dərəcəsi. Dərsimizdə verilən düstur budur. Böyütmə dərəcəsində tapmaq üçün nə edirik? Şəkil ölçüsünü bölürük faktiki ölçüyə. Burada hər ikisi millimetrlə verdiyinə görə burada vahid dəyişmək, yəni ehtiyac yoxdur. Elə rahatlıqla 30 mm, yəni şəkil ölçüsünü böləcəyik faktiki ölçüsünə 0-dan 1000-də 15-ə. Bu zaman buradan vergülü atanda bura vergüldən sonraki sıfırlar qədər sıfır yazırıq. Neyinir? 30-dan 15 2-yə ixtisar gedir və cavab eləyir neçə? 2000. Deməli, böyütmə dərəcəsi nə qədər imiş? 2000 imiş. Keçirik növbəti deməli suala. 6-cı sual. Cücərməyə temperaturun təsirini araşdırmaq məqsədi ilə təcrübə aparılacaqdır. Deməli, temperaturun təsirini yoxlayırıq. Bizə burada əsas amil temperaturdur. Təcrübədə noxud və ya mərcimək toxumlarından istifadə olunacaq. Aşağıdakı qrafiklərdə K, L, M mühitlərinə aid məlumatlar təqdim edilmişdir. Təcrübənin məqsədinə çatmaq üçün aşağıdakı fəaliyyətlərdən hansı icra olunmalıdır? Təcrübənin məqsədi nədir? Məqsəd odur ki, toxumun cücərməsinə temperatur necə təsir göstərə bilər? Onu araşdırırıq. Noxud toxumları K mühitinə yerləşdirilib müşahidə edilərsə, K mühitində temperatur görürük ki, yüksəkdir, bəli. Amma noxud toxumlarını K mühitinə yerləşdirsək, hansı temperaturu müqayisə edirik? Yəni, burada sadəcə bir temperatur var. Bizə lazımdır ki, bir neçə temperaturun dəyişməsini müqayisə edə bilək. Öyrənə bilək ki, hansı temperaturda daha yaxşı cücərir. Ona görə də A variantı olmaz. Mərcimək toxumları el mühitinə yerləşdirilib müşahidə edilərsə, yenə də burada da bir temperatur, yəni dəyişməsidir. Bizə lazımdır ki, temperaturun təsirini araşdıraq. Görək temperatur dəyişmələrinə görə necə olacaq bu cücərmə. Daha sonra mərcimək toxumları K və M mühitlərinə yerləşdirilib müşahidə edilərsə, baxırıq ki, K mühitində də, M mühitində də oksigenin miqdarı, suyun miqdarı eynidir. Yəni, bunların bu amillər eynidir. Dəyişən nədir? Temperaturdur. Baxın, K-da temperatur M-dən daha yüksəkdir. Ona görə də bu mühitdə biz mərcimək toxumlarının və yaxud da noxud toxumlarının inkişafına temperaturun təsirini müşahidə edə bilərik. Amma məsələn biz K ilə elə qoysaydıq, bu zaman burada suyun miqdarı, oksigen daha doğrusu, oksigen qırmızı ilə göstərib, oksigenin miqdarında da fərqlilik var. Bizə lazımdır ki, digər mühit amilləri sabit olsun, temperatur amili isə müxtəlif olsun ki, biz onu araşdıra bilək, görək temperatur necə təsir göstərir. Ümid edirəm ki, izahım sizə aydındır. 7-ci sual. Küstüm otunun yarpaqlarına toxunduqda yarpaqları bükülür, bu olur qıcıqlanma. Qağayı qanadların köməyi ilə uçur, bu olur hərəkət. Noxud bığcığını dayağa ilişdirərək yuxarıya qalxır, deməli bu da hərəkətdir. İnsanlarda silik cövhəri kimi lazımsız və zərərli maddələr böyrək vasitəsilə xaric edilir, bu da oldu ifrazat. Canlılar hansı əsas xüsusiyyətinə dair nümunə göstərilməmişdir? Qidalanma var, qidalanma yoxdur daha doğrusu, ifrazat var, qıcıqlanma var, hərəkət var, amma qidalanma yoxdur. Ona görə doğru cavab B variantı. Arının uçuş zamanı qanad əzələlərinin yüksək enerji tələbatını ödəmək üçün onun əzələ hüceyrələrində hansı orqanelin miqdarı digər toxumalara nisbətən kəskin dərəcədə çoxdur? Enerji mənbəyi rolunu oynayan orqanel var ki, bu da 7-ci sinif dərsliyimizin 1-ci bölməsində deməli öyrənmişik ki, mitoxondridir. Mitoxondri hüceyrənin enerji mənbəyidir. Ribosom zülal sintezidir, xloroplast yalnız bitki hüceyrəsində var, nüvə də irsi məlumat daşıyıcısıdır, amma enerji mənbəyi mitoxondridir. 9. Hüceyrə haqqında aşağıdakı mülahisələrdən hansı yanlışdır? Eukariot hüceyrələrdə iki membranlı orqanellər var. Bəli, məsələn, bitki hüceyrəsində xloroplast, mitoxondri, heyvan hüceyrəsində, göbələk hüceyrəsində mitoxondri. Bu doğrudur. Biz yanlış axtardıq.
Hüceyrə canlı orqanizmin ən kiçik quruluş vahididir. Bu da doğrudur. Yeni hüceyrə başqa hüceyrənin bölünməsi ilə əmələ gəlir. Bəli, hər bir hüceyrə bir ana hüceyrədən bölünmə yolu ilə əmələ gəlir. İxtisaslaşmış hüceyrələr davamlı olaraq bölünür. Xeyr, ixtisaslaşmış hüceyrələr artıq müəyyən bir vəzifəni yerinə yetirir. Daimi olaraq bölünən törədici toxumanın hüceyrələridir. Onun da müəyyən qrupu ixtisaslaşır, müəyyən iş yerinə yetirirlər. Qalan hissəsi isə bölünür. Ona görə də ixtisaslaşmış hüceyrələr davamlı olaraq bölünür ifadəsi yanlışdır. Keçdik 10-cu suala. Bitki kökünün uc hissəsinin sxeminə əsasən hansı fikir doğru deyil? Yenə dərsliyimizdən olan bir şəkil. Keçən ildə fən müsabiqəsinə bu tipdə bir sual düşmüşdü. X əmici tellərdir. Y törədici toxuması olan kökün bir zonasıdır, yəni bölünmə zonasıdır. Z isə kök üsküydür, hansı ki kökün ucunu qoruyur. X ixtisaslaşmış hüceyrədir. Bəli, X əmici tellərdir, ixtisaslaşmış hüceyrədir. Vəzifələri var ki, torpaqdan su və mineral maddələri sorsun. Bu doğrudur. B variantı, Z hüceyrələri kökün uzunluğuna böyüməsini təmin edir. Z hüceyrələri kök üskü hüceyrələrdir. Onların vəzifəsi kökün uc hissəsini qorumaqdır. Uzunluğuna böyüməni təmin edən hissə Y olan hissədir. Ona görə də B variantı səhvdir. 11. Aşağıdakı qrafik eyni canlıya aid K, L, M strukturlarında olan hüceyrələrin sayını göstərir. Hüceyrə sayı, baxın, ən çox L-dədir, sonra K-dadır, sonra M-dədir. Hər hansı bir strukturdur. Buna uyğun olaraq K, L, M strukturlarına aid ifadələrdən hansı doğrudur? Əgər M toxumadırsa, L-in orqandan aşağı səviyyədə yerləşməsi mümkün deyil. Əgər M toxumadırsa, əgər bu toxumadırsa, toxumanın hüceyrələrindən çox ola bilər orqan, orqanın hüceyrələrindən çox orqanlar sistemi, orqanlar sisteminin hüceyrələrindən çox orqanizm ola bilər. Əgər indi deyir M toxumadırsa, L-in orqandan aşağı səviyyədə yerləşməsi mümkün deyil. Bəli, M toxumadırsa, onda K orqan kimi götürə bilərik, L də orqanlar sistemi götürə bilərik. Ona görə də L-in orqandan aşağı səviyyədə yerləşməsi mümkün deyil ifadəsi doğrudur. Əgər L orqanizmdirsə, L, K orqanlar sistemi ola bilər. Bəli, L orqanizmdirsə, ondan aşağı hüceyrə sayı orqanlar sistemində ola bilər. Doğru. L strukturunda ən çox hüceyrə, M strukturunda isə ən az hüceyrə var. Bəli, elə görürük diaqramdakı ən çox L-də, ən az isə M-dədir. Bəli, D variantı doğrudur. Yəni, hamısı doğrudur. 12-ci sual. Lobiya bitkisinin həyat dövrü mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin. Buna uyğun da şəkil dərsliyimizdə bir fərqli formada var idi. Burada da yenə hətta cümlələrlə də yazılmışdı dərsliyimizdə. Birinci, nə olur? Toxum yerləşdiririk onun cücərə biləcəyi bir yerə. Yəni, torpağa əkiblər, üzərinə də su tökürlər. Birinci olur 5. Sonra bu toxum cücərir, toxum qabığı çatlayır, rüşeym kökçüyündən əsas kök çıxır, əsas kökün üzərində də yan köklər əmələ gəlir, toxumu torpağa bərkidir. Növbəti mərhələ olur 6. Ondan sonra rüşeym gövdəciyi ləpə yarpaqları vasitəsilə torpağın üzərinə çıxır. Lobiyada demişdik ki, ləpə yarpaqlar çıxır. Daha sonra əsl yarpaqlar görünməyə başlayır 4. Ondan sonra artıq inkişaf edir 2 və ən sonunda da nə baş verir? Ən sonunda da toxumlar əmələ gəlir. Elə cavab C variantı olur 12-ci sualda. Keçirik növbəti sualımız. 13. Şagird bitkilərin böyüməsinə təsir edən bəzi amilləri araşdırmaq üçün bir neçə təcrübə hazırlayır. Təcrübələrdə istifadə olunan dibçək bitkiləri eynidir. Torpağın növü və miqdarı eyni saxlanılır. Həmçinin bütün bitkilərə eyni miqdarda su verilir. Deməli, suyun miqdarı eyni, temperatur eyni dedi, baxaq görək. Dibçəklər eynidir, torpağın növü eynidir, bir də su eynidir. Amma fərqli olan nədir? Qaranlıq mühit, işıqlı mühit, yəni işığın təsiri də fərqlidir. Bir də temperaturlara baxın, 25, 25, burada da 5. Verilən şərtlərə əsasən şagird aşağıdakı amillərdən hansının bu bitki növünün böyüməsinə təsirini araşdıra bilər?
Baxın, bizə 3 dənə amil verib. İşıq, temperatur, su. Suyu şərtin özündə dedi ki, bitkilərə verilən suyun miqdarı eynidir. Ona görə də suyu araşdıra bilməz. Hamısına eyni miqdarda su verir. Nə bilsin ki, hansına necə təsir göstərdi? Gərək fərqli verərdi. Ona görə də suyun təsirini araşdıra bilməz. Amma birini qaranlıqda saxlayıb, ikisini işıqda. Bunu öyrənə bilər işığın təsirini. Eyni zamanda ikisinə 25 dərəcə Selsi temperatura qoyub, birinə 5 dərəcə Selsi. Deməli, temperaturda öyrənilə bilər. B variantı doğrudur. 14. Bitkinin qaranlıq mühitdə tənəffüs prosesi zamanı qəbul etdiyi və istifadə etdiyi maddələr şəkildə nömrələrlə və oxlarla göstərilmişdir. Bu proses nəticəsində əmələ gələn maddələri müəyyən edin. Əgər bitki qaranlıqdadırsa, deməli, orada fotosintez edə bilməz. Yəni, fotosintez prosesinin getməsi üçün karbon qazı, su, işıq, bir də bitkinin xlorofilli bir hissəsi lazımdır. Əgər işıq yoxdursa, deməli, burada oxun istiqamətinə baxırıq. Bitkiyə daxil olan qaranlıq mühitdədirsə, bu olacaq oksigen qazı. Deməli, 1 olacaq oksigen. Həmçinin o tənəffüs elədiyinə görə xaric edəcək karbon qazını, bir də yarpaqlar suyu buxarlandıracaq. Ona görə də 1 olacaq oksigen, 2 olacaq, deməli, glukoza seçə bilmərik uşaqlar. Çünki bu fotosintez nəticəsində işıqda əmələ gəlir. Eyni zamanda buradan oksigeni də çıxırıq. Deməli, oksigen, karbon qazı, su, C variantı. 15. Canlıların öyrənilməsində istifadə olunan müşahidə metodunun digər metodlardan əsas fərqi nədir? Müşahidə, yəni gözlə görürük, baxırıq. Bu müşahidədir. Yalnız ölü orqanizmlər üzərində aparılması, niyə? Canlı, məsələn, mən tısbağanın hərəkətini müşahidə edirəm. Ölü deyil ki, canlıdır. Təbiətdə baş verən proseslərə müdaxilə etmədən izləmək. Bəli, müşahidə, heç bir müdaxilə etmədən izləyirsən. Bu olur müşahidə. 16-cı sual. Aşağıdakı məlumatlar bitkinin əsas hissələrinin funksiyalarını təsvir edir. Deməli, o hansı hissəni göstərərkən səhvə yol vermişdir? Aha, deməli, 1 kök, 2 yarpaq, 3 çiçək, 4 isə gövdədir. Suyu və suda həll olmuş maddələri kökdən yarpaqlara daşıyır. 1. Suyu və suda həll olmuş maddələri kökdən yarpağa daşıyır. Bu özü köktür. Bu işi yerinə yetirməlidir gövdə, yəni 4-ün funksiyasıdır əslində bu. Onda elə səhv fikirlərdən biri 1-dir. Növbəti, fotosintez yolu ilə qida maddələri və oksigen istehsal edir 2. 2-yə baxırıq, yarpaqdır, bəli, bu doğrudur, bu doğru ifadədir. Bitkinin çoxalmasını təmin edən hissədir. 3. Çiçəkdir, bəli, çiçək bitkinin çoxalmasını təmin edən hissədir, bu da doğrudur. 4. Bitkini torpağa bərkidir, 4 gövdədir. Torpağa bərkidən 1-dir, yəni köktür. 4 dayağını təşkil edir. Ona görə də 4 də səhvdir, cavab D variantıdır. 17. Doğru fikri müəyyən edin. Mamırların həyat dövründə sporofit nəsil dominantdır. Birinci hissə dərsliyimizin sonuncu mövzusu elə bu sualı əhatə edir və orada da qeyd eləmişik ki, bitkilər içərisində həyat dövründə dominant deməli, gametofit nəsli dominant olan mamırdır. Qalanlarında isə sporofit nəsil üstünlük təşkil edir. Ona görə də mamırların həyat dövründə sporofit deyil, gametofit nəsil dominantdır. A variantı doğru deyil. Qıcıların həyat dövründə gametofit deyil, gametofit nəsli onun protalıdır. Protal da müəyyən müddət mayalanma getdikdən sonra məhv olur, gedir. Onların həyat dövründə üstünlük təşkil edən deməli sporofit nəsildir. Yetkin şam ağacı gametofit nəsildir? Xeyr, yetkin şam ağacı gametofit nəsil deyil. Çiçəkli bitkilərdə rüşeym kisəsi dişi gametofitdir? Bəli, rüşeym kisəsinin içərisində yumurta hüceyrə əmələ gəlir. Ona görə də o, harada ki biz demişik cinsi hüceyrələr yaranırsa, o gametofit nəsildir. D variantı doğrudur. 18. Şəkildə təsvir olunan tozlanma növü üçün hansı xüsusiyyət daha xarakterikdir? Görürük ki, həşərat vasitəsilə tozlanmadır. Həşərat bitkiyə niyə qonub? Ya xoş ətri var, nektarı var, gözəl görkəmi var. Ona görə də həşəratı cəlb edir. Ona görə də baxırıq, erkəkcik sapların uzun və çiçəkdən kənara çıxması bu küləklə tozlanmaya aid xüsusiyyətdir. Tozcuqların çox yüngül hamar olması, bu da çiçəklərin parlaq rəngli və nektar olması, bəli, bu həşəratları cəlb edir. 19. Tozcuq dənəciyi dişiciyin ağızcığına düşdükdən sonra mayalanmanın baş verməsi üçün
Tozcuq dənəciyi dişiciyin ağızcığına düşübsə, deməli tozlanma hadisəsi baş verir. Dişiciyin ağızcığı da demişik ki, girintili çıxıntılıdır. Həmçinin də orada şəkərli maddə var ki, tozcuq dənəciyi orada cücərsin. Cücərdiyi zaman tozcuq borusu əmələ gətirir. Tozcuq borusu vasitəsilə də spermlər hərəkət edir, müşəyyən kisəsinə daxil olur və mayalanma baş verir. Ona görə də dişici ağızcığına düşdükdən sonra mayalanmanın baş verməsi üçün o tozcuq borusu əmələ gətirərək müşəyyən kisəsinə çatmalıdır. Cavab C variantı. Növbəti sualımız deməli 20-ci sual. Bitki və heyvan hüceyrələrini müqayisə edərkən aşağıdakı mülahisələrdən hansı səhvdir? Hər iki hüceyrədə mitoxondri və ribosomlara rast gəlinir. Bəli, bu doğrudur. Hər ikisində mitoxondri də var, ribosom da var. Bitki hüceyrəsində hüceyrə divarı olduğu halda heyvan hüceyrəsində bu struktur yoxdur. Bu da doğrudur. Bitki, göbələk, bakteriya hüceyrəsinin xarici qılafı möhkəm, bərkdir adlanır hüceyrə divarı, amma heyvanda elastikdir. Heyvan hüceyrəsində iri mərkəzi vakuol, bitki hüceyrəsində isə kiçik vakuollar olur. Elə bu ifadə səhvdir. 21. Verilənlərin hansının əmələ gəlməsində yumurtalıq iştirak edir? Yumurtalıq iştirak edir meyvənin əmələ gəlməsində. Burada da baxırıq. 1. Meyvədir. 2. Soğanaqdır. Gövdənin şəkil dəyişməsidir. 3 də yenə gövdənin şəkil dəyişməsidir. 4 meyvə kökdür, kökün şəkil dəyişməsidir. 5 meyvədir, 6 meyvədir. 7 də gövdə yumusu, yəni gövdənin şəkil dəyişməsidir. Cavab olur B variantı. 22. Çiçək formulu hermafrodit işarəsidir. Yəni burada həm erkəkcik, həm dişicik var. Kasa yarpağı var, bir də tacı var, yəni ləçəklər var. Və biz burada görürük ki, bu iki qat çiçək yanlıqlı bir çiçəkdir. Və bu çiçəyin mötərizə içərisində yazılmış rəqəmləri, deməli bu çiçəyin bəzi hissələrinin bitişik olduğunu göstərir. Biz doğru olmayan axtarırıq. Bəzi çiçək hissələri bitişikdir, bəli, kəsə yarpağının içərisində də bitişik olan, kəsə yarpaqlar demək olar ki, hamısı bitişikdir. Erkəkçiyin içərisində də bitişik olan var, ləçəyin içərisində də. Çiçək yanlığı sadədir. Sadə çiçək yanlığı P hərfi ilə işarə olunur. Burada həm kəsə yarpağı, həm ləçək olduğuna görə bu iki qat çiçək yanlığıdır. Elə səhv olan cavab B variantıdır. Keçdik 23-cü suala. Şəkildə mikroskop altında soğan epitel hüceyrəsi təsvir olunmuşdur. Miqyas xəttinin uzunluğu 50 mikrometrdir. Hüceyrənin uzunluğu isə miqyas xəttinin uzunluğundan 2,4 dəfə çoxdur. Şagird şəkil üzərində hüceyrənin uzunluğunu isə 48 mm ölçmüşdür. Hüceyrənin faktiki uzunluğunu və mikroskopun böyütmə dərəcəsini hesablayın. Əgər 50 mikrometri 2,4 dəfə və miqyas xəttinin uzunluğundan çoxdursa, nə edirik? 50-ni vururuq 2,4-ə. Sıfıra görə vergülü atacağım, sıfırı siləcəm. 5 dəfə 4 elədi, 0,2 yadda və 120. Deməli, nə oldu? 120 mikrometr oldu. Bunu 48 millimetr ölçübsə, deməli, mikroskopun böyütmə dərəcəsini tapmaq üçün, bayaq da bu düsturdan istifadə eləmişdik. Deməli, böyütmə dərəcəsini tapmaq üçün şəkil ölçüsünü faktiki ölçüyə bölməliydik. Buradan da şəkil ölçüsü 48 millimetrdirsə və burada mikrometrlə hesablayırıqsa, onda nə etməliyik? Millimetri mikrometrə çevirməliyik. Və dərsimizdə də yazıb ki, 1 millimetr 1000 mikrometrdir. Onda nə edirik? 48-i də 1000-ə vuranda 48.000-i böləcəyik neçəyə? 120-yə. Sıfırlar getdi. 48-in içində 12 4 dəfə 400. Deməli, cavab oldu C bəndi. Növbəti sual, aşağıdakı qrafik müxtəlif temperaturda mikroorqanizmlərin çoxalma sürətini göstərir. Verilmiş fikirlərdən hansı doğru deyil? Müxtəlif temperaturdur, çoxalma sürətidir. 30 dərəcə Selsidə mikroorqanizmlər ən sürətli çoxalır. Bəli, baxın 30 dərəcə Selsidə ən çox, deməli, və ən qısa müddətdə daha sürətli çoxalırlar. Bu doğrudur, biz səhv axtarırıq. 4 dərəcə Selsidə mikroorqanizmlərin sayı zamanla çox az dəyişir. Doğrudur, baxın, çox az bir miqdarda dəyişilmə var. Bu da doğrudur. 15 dərəcə Selsidə çoxalma 20 dərəcədən daha sürətli gedir. 15 dərəcə Selsidə çoxalma, baxın, 28 saata, 25 dərəcəli Selsidə isə haradasa 12 saata uyğun gəlir. Onda 25 dərəcə Selsidə daha sürətli gedir də, ona görə C variantı səhvdir. Gəldik növbəti 25-ci suala. Mürəkkəb yarpağın sadə yarpaqdan əsas fərqi nədir?
Biz demişik ki, yarpaqlar quruluşuna görə sadə və mürəkkəb olur. Sadə yarpaqlarda bir saplaq üzərində bir aya olur. Mürəkkəb yarpaqlarda isə bir saplağın üzərində bir neçə yarpaq ayası yerləşir. Buna görə də sadə yarpaqla mürəkkəb yarpaq bir-birindən fərqlənir. Burada da cavab olur B variantı. Bu mənim şagirdimin deməli rifeyim nəticəsidir. Buradan onu da təbrik edirəm. Zəhra, afərin sənə. Çalışmağının bəhrəsidir bu. Ümid edirəm ki, siz də Zəhra kimi gözəl hazırlaşmısınız və ümid edirəm ki, siz də gözəl nəticələr göstərmisiniz. Bütün dərsliyimizdə olan məlumatlardır uşaqlar. Düzdür, qrafik şəklinə salıblar, biraz fərqli üsulda veriblər, amma yenə də biraz diqqətlə oxusanız, ən azı 20-dən, yəni 20 plus yaza biləcəyiniz suallar idi. Hər birinizə uğurlar arzulayıram. İnşallah deməli bu turdan növbəti tura keçərsiniz. Sağ olun, görüşərik.